Salam dostlar, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Sizinlə bir yerdə bugün 9-cu sinif ədəbiyyat dərsliyindən Xəlil Rza Ulutürkün Qaytar mənim qüdrətimi Azərbaycan şeirinin təhlilinə baxacağıq. Xəlil Rza Ulutürk ümumiyyətlə kim olub? Xəlil Rza Ulutürk 1932-ci ildə doğulub və 1994-cü ildə vəfat eləmişdi. Keçən əsrdə Azərbaycana edilən haqsızlıqlara dözməmiş və azadlıq mübarizəsinin öndə gedənlərindən biri də elə Xəlil Rza Ulutürk olmuşdu. Xəlil Rza Ulutürk xalqımız dar məqamda olarkən, vətənimizin azadlığına təhlükə yaranarkən hər zaman insanları ruhlandırmış və azadlıq mübarizəsinə çağırmışdı. Elə Qaytar mənim qüdrətimi Azərbaycan şeirinin hər bəndində də biz bu azadlıq ruhunu, birlik ideyasını görə bilirik. Gəlin indi bir yerdə Qaytar mənim qüdrətimi Azərbaycan şeirinə baxaq. Qaytar mənim qüdrətimi Azərbaycan şeiri heca vəznində yazılıbdır. Lirik növdədir və görürük ki, şeir bəndlər şəklində yazılıbdır, bəndlər şəklində. Amma tam olaraq biz bəndlərdəki misraların sayını tam olaraq deyə bilməyəcəyik. Çünki bəzi bəndlərdə biz 6 misra görürük, bəzilərində isə 7 misra görürük. Hər bəndin sonunda təkrarlanan ot torpağı sözü isə bədii xitaba nümunə saya bilərik. Baxırıq ki, hamısında ot torpağı sözü var. Bəs yaxşı, qafiyə quruluşu. Qafiyə quruluşu necə olacaq? Qafiyə quruluşu, deməli, gəlin baxaq görək qafiyə quruluşu necədir? Baxın, təlaş, a, yaş, a, yavaş, a, daş da var idi, onu demədik deyəsən. Daş, bu da a. Ağı torpağı. Bu ikisi isə bir yerdə qafiyələnir. Deməli, ilk 4-ü bir, son 2 isə bir qafiyələnir. Digər bəndlərdə bu ilk bu misralar öz aralarında bir qafiyələnəcək. Məsələn, belə olacaq da D, 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 D. Amma bu azadlığı torpağı, baxın, ağı, ot torpağı, azadlığı, ot torpağı. Bunlar yenə də B şəklində davam eləyəcək. Bu digər elə bəndlərdə də bu şəkildə olacaq. Baxın, növrağı, ot torpağı yenə də BB olacaq. Sadəcə olaraq ilk misralar öz aralarında bir qafiyələnir. Bu da qafiyə quruluşudur. İndi gəlin deməli, şeirə keçək. Ümumiyyətlə, şeirin mövzusu nədir? Şeirin mövzusu baxırıq ki, biz Qarabağ məsələlərində danışılıb burada. Şair bir növ vətən dərdi çəkir, istiqlal arzulayır. Biz bunları mövzu olaraq deyə bilərik. Bəs ideya nədir? Ideya sanki insanları azadlıq uğrunda mübarizəyə səsləyir, milli birlik uğrunda mübarizəyə səsləyir müəllif. Başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. Gözlərimdə ildırımdır damla-damla axan qan yaş. Mən yenidən doğulmasam daşam, inan, qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dincəlim yavaş-yavaş. Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Qaytar mənim qüdrətimi o dər yurdu, ot torpağı. Bəzi bəndlərdə siz bu o dər yurdu deməli, birləşməsini də görəcəksiniz. Burada xitab eləyibdir o dər yurdu, amma hamısında yoxdur. Deməli, baxırıq ki, burada müəllif ilk misradan bir təlaşı var, həyəcanı var. Deməli, gözlərindən axan qan yaşı ildırıma bənzədir. Gözlərimdə deyir, ildırımdır damla-damla axan qan yaş. Mən yenidən deyir, doğulmasam daşam, inan, qupquru daş. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Sanki bir vətənindən ona taqət olmağı istəyir. Sən həsrət gözlərimin həm qarası, həm də ağı. Qaytar mənim qüdrətimi o dər yurdu, ot torpağı. Ot torpağını, yəni Azərbaycan nəzərdə tutur burada. Gözlərinin həm qarası, həm də ağı adlandırır. Mən bilirəm dərdlərini yumruğunda sıxacaqsan. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü axsan.
Nurlu dağsan, zülmət dağı devirəcək, yıxacaqsan, boğazından yapışanı boğmalısan, boğacaqsan. Təbrizləri, ölüləri sən yenidən doğacaqsan. Öz bətnindən doğacaqsan istiqlalı azadlığa. Qüdrətim ol, ey ümidim, ey qəhrəman ot torpağı. Burada ey ümidim, ey qəhrəman ot torpağı, bunlar da müraciətdir. Baxırıq ki, müəllifin burada bir ümid hissi var. İnanır ki, bu olub keçənlər hamısı geridə qalacaq. Torpaqlarımız işğaldan azad olacaq. Burada deyir, mən bilirəm dərdlərini sən yumruğunda sıxacaqsan. Burada dərdləri yumruğunda sıxmaq bir metafor işlənibdir. Müəllif bu dipsit cəhənnəmdən, yəni bu işğal altında olmağı yəni müvəqqəti sayır. Bilir ki, dövlətimiz, xalqımız bu cəhənnəmdən çıxacaqdır. Çünki onların üzü ağdır. Burada deyir, nurlu dağsan, bir epitet var. Zülmət dağı devirəcək, yıxacaqsan. Burada nurlu dağ, zülmət, bunlar bir-birinə əksdir. Burada bir təzad var. Yəni demək istəyir ki, biz nurlu dağ, zülmət dağı, yəni bu işğal edənləri devirəcəklər. Yəni onları məğlub edəcəklər. Biz bugün görürük ki, Xəlil Rza Ulutürkün həqiqətən də ümidləri özünü doğruldubdur. Çünki artıq bizim torpaqlarımız işğal altında deyil. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Yəni ümid eləyir ki, boğazından yapışanı, yəni o işğal altında saxlayanları xalqımız boğacaq. Təbrizləri, ölüləri. Təbriz burada müəllifin oğlunun adıdır, şəhiddir. Ölüsü 20 yanvar şəhididir. Onların adları çəkilibdir. Sən deyir, onları yenidən doğacaqsan. Yəni igidlərimiz şəhid olsa da yeni igidlərimiz doğulacaq və onlar bizim azadlığımız uğrunda mübarizə aparacaq və qalib gələcək. Nə Bağata əfsanədir, nə Nizami, nə də Babək. Gözlərindən Nəyiminin, Nəsiminin şəklini çək. Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsi ilə suvarıram o növrağı. Növrağımsan, bayrağımsan, o dər yurdu, o torpağı. Burada deməli torpağımızı növrağımsan, bayrağımsan adlandırır vətənimizi, o dər yurdu, o torpağı adlandırır. Burada bir əfsanənin adı çəkilibdir. Ata əfsanəsi, Bağata əfsanəsi. Sonra Nizaminin, Babəkin, Nəyiminin, Nəsiminin, bunların hamısının adı çəkilibdir. Təbii ki, bu şəxslərin hamısını siz tanıyırsınız. Daha sonra həqiqəti deyir, dəfn eləmək istəyənlər. Həqiqəti burada mübaliğə var. Deyir, Nəyimin, Nəsiminin şəklini çək. Burada bir mübaliğədən istifadə olunubdur. Həqiqəti dəfn eləmək istəyənlər kim ki, həqiqəti örtbasdır eləmək istəyir. Qarabağın bizim olması həqiqətini dəfn eləmək istəyir. Həmin onlar deyir, gəbirəcək. Bu yalanları danışanlar mütləq gəbirəcək. Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək. Göyərəcək çiçək-çiçək, lalə-lalə, ləçək-ləçək. Gözlərimin çeşməsi ilə suvarıram o növrağı. Burada mübaliğələr işlənibdir. Növrağımsan, bayrağımsan, o dər yurdu, o torpağı. Yer adları çəkilib burada. Ballı qaya, ərim gəldi, xaçın dərbət, cıdır düzü. Xəzinəmdir yerin altı deyir xəzinəmdir. Göyümüzün üzü isə aynadır, yəni güzgüdür. O çöllərdə Təbrizimin yenidən öz oğlunun adı çəkilibdir. Əl-Hənri, ayaq izi. Qoy bürüsün Qarabağı, gül sərgisi, gül dənizi mübaliğələr var burada. Alaq düşmən caynağından sırxabəndi, can yatağı. Yatağım yox, otağım yox, varlığımsan, ot torpağı. Yenə də bir ot torpağın xitab kimi görürük burada. Deməli, burada müəllif yerin altında, yəni dəyərli olduğunu qeyd edir ki, yerin altında da bir sərvət yatır. Eyni zamanda burada yer adları çəkilibdir və həmin dövrdə sırxabəndi can yatağı var ki, düşmən tapdağı altındadır, caynağı altındadır. Deyir, onlar da bir gün işğaldan azad eləyəcək. Həqiqətən də bu torpaqlarımız da azad edildi. Qudurğanlar dinc durmasa, qudurğanlar deyəndə işğalçılar nəzərdə tutur. Dinc durmasa daşqın, tufan olasıyan. Bunlar da şəhidlərimizin adlarıdır, daşqın, tufan. Yırtıcılar dünyasını burulğana salasıyam. Nakam gedən mərdlərimin qisasını alasıyam. Ölsəm belə mən bu aləmə yenidən gələsiyəm. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. İnan mənə, əbədisən, ey bəşərin haqq bayrağı. Batan, çıxan günəşimsən, o dər yurdu,
Ot torpağı. Burada görürük ki şair vətənimizi günəşə bənzədir. Deyir, sən batan çıxan günəşimsən. Ot torpağı, yəni vətənimizi günəşə bənzədir. Burada deyir, mən şəhidlərimizin adını çəkir ki, daşqın tufan olasıyam. Daşqın tufan olub yırtıcılar dünyasını burulğana salasıyam, əgər yırtıcılar dinç durmasa. Nakam gedən igidlərimizin deyir, qisasını alacağıq. Qisasını alacağıq. Mən deyir, ölsəm belə bu aləmə yenidən gəlsəm. Bu nə deməkdir? Yəni mən ölsəm belə başqaları yenidən doğulacaq və ölkəmizin qisasını alacaq. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. İnan mənə əbədisən, ey bəşərin haqq bayrağı. Burada bir xitab var. Ürəklərdən alov qalxır, can daşaltı, can Xocalı. Xocalı faciəsi də burada var. Pulemyotlar, toplar coşdu, sovrul göyə yan Xocalı. Dağın daşın başdan başa, qan dənizi, qan Xocalı. O dəhşəti, o vəhşəti min illərlə an Xocalı. Şəlalələr qana döndü, qan yaş gördüm hər bulağı. Boynu bükük bənövşəni kimlər qırdı, ot torpağı. Bədii sualdan da istifadə olunubdur. Deməli, burada yer adları çəkilibdir. Daşaltı, Xocalı. Eyni zamanda Xocalı faciəsi xatırlanır ki, yəni bu deyir, Xocalı, sən bu Xocalıya müraciət edir. Deyir ki, o sənə edilən o haqsızlıqları, vəhşəti min illərlə al. Yəni min illərlə yadından çıxartma. Bir mübaliğə işlənibdir. Şəlalələr qana döndü. Yəni şəlalələr də qanlar, sanki o şəlalələr də qan kimi oldu. Şəlalələrdən axan su da su əvəzinə qan axdı. Təşbih var burada. Qan yaş gördüm hər bulağı deyir, qan yaş gördüm. Sanki qana dönmüşdü hər bulaq. Boynu bükük bənövşəni deyir, kimlər qırdı, ot torpağı. Bənövşələri deyir, kimlər qırdı. Qaranlıqda oğru kimi yurda gecə girdi onlar. Burada düşmənləri oğruya bənzədir, qaranlıqda girirlər. Oğrular ki, necə qaranlıqda girir, düşmənlər də o cürə qaranlıqda girir. Ulduzları güllələyib göydən yerə sərdi onlar. Mübaliğə işlənib. Beşiklərdən tər gönçəni, tər gönçə deyəndə burada bir metonimiya var, yəni uşaqları nəzərdə tutur. İlk nübarədərdi onlar. Çocuklara əmzik deyil, o dülləsi verdi onlar. Yəni çocuklara, yəni uşaqlara deyir, əmziyə əvəzinə o dülləsi. Yəni bir növ ağızlarından güllələyirlər də, deyir, əmzik deyil, o dülləsi verdi. İsti külə döndərdilər bar üstündə min budağı. Bar üstündə min budağı. O təzə-təzə o körpələr var ki, ayağa qalxacaqdılar. Onlar deyir, külə döndərdilər. Unutmazsan o alçağı, o dər yurdu, ot torpağı. Deyir, sən bu alçaqlıqları, bu edilən haqsızlıqları heç vaxt unutma. Yadda saxla, qoca tarix. Burada bir epitet işlənib. Mən türk oğlu ulu türkəm. Baxın, adın çəkilir. Son bənddə, əvvəldəki bənddə adın çəkilir. Amma özünə müraciət yoxdur. Əhrimənlər deyəndə burada ermənilər nəzərdə tutur. Əhrimənlər qarşında sanma çökən boyun bükəm. Bircə kişi qalsam belə güman etmə, yalqız təkəm. Mən dünənəm, mən bugünəm, gələcəyəm, yerəm, göyəm. Həzrət Əli qılıncıyam, oddan gərək bir qın göyəm. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Eşkim, hüsnüm, cəlalımsan, o dər yurdu. Yenidən burada o dər yurdu işlənibdir, ot torpağı. Yəni tarixə müraciət edir ki, qoca tarixə müraciət edir ki, sən bu yəni yadında saxla da, mən türk oğlu türkəm. Yəni mən heç kəsin qarşısında boyun bükmərəm, diz çökmərəm. Hətta mən bircə kişi qalsam belə güman etmə ki, mən yalnızam. Mən çünki dünənəm, bugünəm, mənim tarixim var, gələcəyim var. Mən yerəm, göyəm. Özünü burada Həzrət Əli qılıncına bənzədir ki, Həzrət Əli qılıncıyam, qılıncı kimiyəm. Gərək oddan bir qın geyəm. Oddan qın geyibdir. Bu xəyanəti, alçaqlığı nə varsa hamısını kəsib tökəm. Eşqim, hüsnüm, cəlalımsan, odlar yurdu, ot torpağı. Burada eşqi, hüsnü, cəlalı adlandırır. Əhrimənlər yuvası, yenə də bu ermənilərdən nəzərdə tutulur burada. Darmadağın edəcəksən. Qalxıb sabah aya, Marsa, ulduzlara yetəcəksən. 6 milyard insanlığam, qarı düşmən, sənsə təksən. Zəhər saçan bir əfisən, tor quran bir hörümçəksən. Təpiyimin altındaca gəbərəcək öləcəksən. Təbərrik kim tutiyam, bil Qaradağı, Qarabağı. Yüksəl günəş mövqeyinə, o dər yurdu, ot torpağı.
Şairin burada bir arzuları var. Əhərmənilər yuvası, yəni o ermənilər yuvasını darmadağın edəcəyəm. Mən deyir, sabah aya, Marsa, ulduzlara yetəcəyəm. Yəni oralara da çıxacağıq biz deyir. 6 milyard insanlığam. Mən deyir 6 milyard insanlığam. Çünki mən haqqam. Haqq mənim tərəfimdədir. Sənsə deyir təksən. Burada bir təzad var. Zəhər saçan bir əfisən düşmən nəyə bənzədir? Əfiyə, tor quran bir hörümçəyə bənzədir. Təpiyimin altındaca gəbərəcəksən. Bir litota var burada. Görün düşmən nə qədər kiçikdirsə təpiyimizin altında gəbərəcək. Təbərrüküm tutyan burada bir müqəddəs adlardır. Yəni Qaradağı, Qarabağı müqəddəs bilir. Yüksəl günəş mövqeyinə, yəni arzu edir ki, günəş mövqeyinə yüksəl. O dər yurdun, ot torpağı.